Bu kəndin əslində adı Lüyakondur. Lüyakon yəni yamacda olan evlər. Yamaclar göz qabağındadır. Dağların ətəyi yamaclar da burada bu relyefinə görə hamar bir kənddir, burada yerləşir. Bəli, bu sonradan Lüyakon təhrif olunub Lüləkarana. Əslində bu kəndin adı Lüyakondur. Bu dəqiqə el içində, qonşu kəndlər içində, rayonda hamı buna Lüyakon deyir. Sadəcə bu yazı mənbələrində, yəni rəsmi sənədlərdə Lüləkaran. Lüləkaran kəndi gedir. Və bu məscid haqqında da məlumat verərdiniz. Burada yazılıb ki, 19 əsr tarix abidəsi. Əslində bu 18-ci əsrin sonlarına təsadüf edir. Çünki bunu tikən şəxslər elə bir dövrdə yaşayıb ki, onlar haradasa birdən 6 nəsil, 7 nəsil qabağa yaşayan insanlar, düz onlar adları bugünün özündə də kənddə daim yad edilir. Onlar heç vaxt unudulmayıb. Bəli, bunun tikilməsində Əşrəf baba, Şabiran baba onların əməyi olub. O cümlədə Lüləkaran kənd cəmaatının. Bəli, Lüləkaran kəndi demək olar bu tarixi abidə ilə tanınır və öyünür və fəxr edir Lüləkaranın belə bir tarixi abidəsi. Sovet hökuməti gələnə qədər yeganə kənd olub bu kənd. Demək olar ki, evlərin sayı 100-ü keçib. Demək, sonra Sovet hökuməti gələndən sonra məlum məsələdir ki, çoxları dağılışıb, qaçıb, qalmayıb. Yəni, kənd dağılmış vəziyyətə düşüb. İndi hal-hazırda sevindirici haldır ki, yenə də 100-ü keçib. Bu dəqiqə faktik kənddə 132 təsərrüfat.